Dünya bir vaxt xoş xəbərin olmuşam. Bir vaxt sənin xoş vaxtına düşmüşəm. Doğulmuşam, baş xəbərin olmuşam. Lap yuxarı baş vaxtına düşmüşəm. Mən bu materialı gözəl şairimiz Qəşəm Nəcəfzadənin Tanış Adam şeirinin motivləri əsasında 40 illik dostum Famil qardaşıma həsr edirəm. Əziz dostum, deyin, ürəklə deyin. Darıxmayın ha, əlimi sizə xeyriyə vururam. Mən hər şeyə hazıram. Heç ürəyini sıxma belə. De, əziz dost. Vallahi özüm də bilmirəm Famil müəllim. Bunu sizə necə deyim? Çox təəssüf edirəm əziz dost. Çox təəssüf. Burada təbabət çox acizdir. Bir cay. Cəmi bir cay. Həkim, bəs qızımın toyun. Budur oğlum, bizim qatar gəldi. Bax, gördün, Moskva qatarı. Tələs canım balam, tələs. Dayan, dayan, çamadanları mən götürəcəm. Sən get, yerini tut. Müvayət ol özündən ata. Gözlə ha. 6 ay inşallah bacının toyunu özümü satdıracam. Vaxt toya özünə kostyum almazsan, gələndə özüm gətirəcəm. Hələlik ata. Hələlik. Hələlik oğul. Hələlik. Sənə yaxşı yol mənim balam. İndi sən hardan biləsən ki, ölüm xəbərimi uzaqdan eşidəcəksən? Oğul, sağ olsaydım, bax o zaman titrəyən dizinə qurban olardım. Sənə dost olardım, hayan olardım. Amandır. Gəlsən özünü maşından gözlə ha, tələsmə qurbanın olum. Onsuz da anan sənə hər şeyi düz danışacaq. Mən necə öldüm? Əvvəl nə dedim? Sonra nə istədim? Sonra hansı dərmanı içdim? Anam bilir qurbanın olum. İçməyə macal tapmadığım dərman hələ stolun üstündə durur. Təcil yardım maşını da hələ qapımızdan getməyib mənim balam. Qonşular qapıda stol qoyub oturublar. Bəh, 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 fıçıldaşırlar. Biri artıq haqqımda şirin-şirin xatirələr danışır. Sən də gəlib üzümdə qara yaylığı görəcəksən, mənim balam. Sinəmdə güzgünü. Bilirəm qurbanı oğlum, kövrələ-kövrələ çəkəcəksən qara yaylığı. Bax, görünəcək gözünə.
bir tanış adam üzü. Ata üzü. Mənim balam. Bax, oğullar uzağa gidəndə atalar belə ölür. Belə ölür mənim balam. Eynən belə. Gələndə tələsməzsən ha, qurbanın olum. Özünü maşından gözlə. Tələsmə. Qurbanın olum. Onsuz da anan sənə hər şeyi düz danışacaq. Düz danışacaq. Niye yanır bu ocağım? Yanıp külü kalacak. Bilmirəm nə olacaq? Olanı xatirədir. Niye yanır bu ocağım? Yanıp külü kalacak.